Bəzi insanlar düşünür ki, imtahansız universitetə qəbul savadsızlıq göstəricisidir. Ancaq bu tamamilə yanlış yanaşmadır. Gəlin məntiqlə baxaq. Məsələn, dil imtahanına girirsiniz və 5 fəndən imtahan verib universitetə qəbul alırsınız. Təhsil aldığınız 4 il ərzində sadəcə o 5 fəndənmi dərs alacaqsınız? Xeyr. Yaxud TRY imtahanında iştirak edib riyaziyyat və məntiqdən, SAT imtahanında iştirak edib riyaziyyat və ingilis dilindən imtahan verib universitetə qəbul alırsınız. Təhsil aldığınız 4 il ərzində sadəcə 2 fəndən dərs alacaqsınız, yenə də xeyr. 4 ildə 8 semestr və hər semestrdə orta hesabla 7 dərs olduğunu nəzərə alsaq, bu 56 dərs deməkdir. Yəni, sizin savadınızı müəyyənləşdirən şey universitetə necə qəbul olduğunuz deyil. Universitetdə necə oxuduğunuz, ixtisas dərslərinizi necə mənimsədiyiniz və özünüzü necə inkişaf etdirdiyinizdir. Ona görə də imtahansız qəbul savadsızlıq göstəricisi deyil.